Mart ayının bürclərə maliyyə baxımından nələr vəd etdiyini öyrənməyə hazırsınızsa, doğru ünvandasınız. Bu videoda bütün 12 bürcün pul və gəlir enerjisini ətraflı şəkildə açıqlayacağıq. Mart ayı bir çox bürc üçün yeni qazanc qapılarının açıldığı bir dövr olacaq. Bəzi bürclər gözlənilməz pul axını ilə qarşılaşacaq, digərləri isə sabit və planlı artım yaşayacaq. Maliyyə riskləri və şanslı günlər haqqında da vacib ipuçları paylaşılacaq. Əgər gəlirinizi artırmaq və doğru addım atmaq istəyirsinizsə, bu proqnozlar sizə yol göstərəcək. Videonu izləyərkən öz bürcünüzlə yanaşı yüksələn bürcünüzü də nəzərə alın. Şərhlərdə hansı bürcdən olduğunuzu yazmağı unutmayın. Belə maraqlı və dəqiq proqnozlar üçün kanala abunə olub videonu bəyənərək dəstək göstərin. İndi isə gəlin Mart ayının pul enerjisinə birlikdə nəzər salaq. Qoç. Mart ayı Qoç bürcü üçün maliyyə baxımından hərəkətli başlayır. Ayın əvvəlində yeni qazanc ideyaları ağlına gələcək. Risk almaq istəyi artsa da tələsmək düzgün olmaz. Köhnə borcların qaytarılması gündəmə gələ bilər. İş yerində əlavə məsuliyyət maddi artım gətirə bilər. Gözlənilməz pul xərcləri səni biraz düşündürəcək. Ayın ortalarında kiçik, amma sevindirici gəlir olacaq. Əlavə iş təklifləri ala bilərsən. Pulunu planlı xərcləmək vacib olacaq. Lazımsız alış-verişdən çəkinməlisən. Maliyyə ilə bağlı verdiyin qərarlar gələcəyini formalaşdıracaq. Martda səbr edən Qoç qazanacaq. Dostlarla pul mövzusunda anlaşmalar diqqət tələb edir. Ayın ikinci yarısı maddi rahatlama hiss ediləcək. Qazanclar yavaş-yavaş artacaq. Sərmayə barədə düşünmək üçün uyğun zamandır. Ancaq böyük risklərdən uzaq dur. Maliyyə intizamı uğurun açarı olacaq. Pul enerjin yüksələcək. Ayın sonunda özünlə qürur duyacaqsan. Buğa. Mart ayı Buğa bürcü üçün maddi sabitlik və möhkəmlənmə ayıdır. Ayın əvvəlində gəlir və xərclər balansı qurulacaq. Uzun müddətdir gözlədiyin ödəniş gələ bilər. Pul ilə bağlı daha real düşünəcəksən. İşdə etibar qazanmaq maaş artımına yol aça bilər. Səbirli davranışın nəticəsini verəcək. Kiçik qazanc səni sevindirəcək. Ayın ortasında əlavə gəlir qapısı açılacaq. Maliyyə planı qurmaq üçün ideal zamandır. Lazımsız risklərdən uzaq durmalısan. Köhnə borcları bağlamaq rahatlıq gətirəcək. Pulunu dəyərli şeylərə xərcləyəcəksən. Mart ayında yığım etmək mümkün olacaq. Əmək verdiyin işlərin bəhrəsini görəcəksən. Ayın ikinci yarısı maliyyə baxımından daha güvənli olacaq. Qazanc səni motivasiya edəcək. Gələcək üçün planlar quracaqsan. Pul mövzusu stres yox, güvən verəcək. Maddi baxımdan özünü daha rahat hiss edəcəksən. Ayın sonunda stabil vəziyyət formalaşacaq. Əkizlər. Mart ayı əkizlər üçün maliyyə baxımından sürprizlərlə dolu olacaq. Ayın əvvəlində gəlir və xərclər tez-tez dəyişəcək. Pul axını sürətli olacaq. Yeni ideyalar qazanc gətirə bilər. Eyni anda bir neçə işlə məşğul olmaq mümkün olacaq. Ayın ortasında ani pul girişi görünür. Lakin bu pulu tez xərcləmək riski var, planlı davranmaq vacibdir. Dost çevrəsindən maliyyə təklifi ala bilərsən. Sənə uyğun olmayan risklərdən uzaq durmalısan. Pul mövzusunda qərarsızlıq yaşana bilər. Ayın ikinci yarısı daha aydın olacaq. Gəlir imkanların artacaq. Əməkdaşlıqdan qazanc əldə etmək mümkündür. Sənə borclu olan biri pulu qaytara bilər. Xərcləri nəzarətdə saxlamaq lazımdır. Maliyyə intuisiyan güclənəcək. Pul mövzusu səni düşündürəcək, amma qorxutmayacaq. Ayın sonunda maddi rahatlıq hiss ediləcək. Mart sənə maliyyə dərsi verəcək. Xərçəng. Mart ayı xərçəng üçün maliyyə baxımından düşünərək addım atma ayıdır. Ayın əvvəlində xərclər arta bilər. Ev və ailə ilə bağlı pul xərci gözlənilir. Gəlir mənbələrini qorumaq önəmli olacaq. Emosional qərarlar maliyyəyə təsir edə bilər. Ayın ortasında gözlənilməz qazanc mümkündür. Kiçik məbləğ olsa da sevindirəcək.
Pulunu təhlükəsiz yerlərə yönəltmək istəyəcəksən. Borc vermək mövzusunda ehtiyatlı ol. Maliyyə planı sənə rahatlıq verəcək. Ayın ikinci yarısı gəlir artımı hiss olunacaq. Əmək qarşılığını almaq motivasiya edəcək. Pul mövzusunda özünə güvən artacaq. Qənaət etməyi bacaracaqsan. Ailə dəstək ola bilər. Ayın sonunda maliyyə stabilliyi formalaşacaq. Gələcək üçün yığım ideyası yaranacaq. Pul enerjin yavaş, amma güclü olacaq. Səbirli davranış mükafatını verəcək. Mart maliyyə baxımından səni gücləndirəcək. Şir. Mart ayı Şir bürcü üçün maliyyə baxımından iddialı bir dövrdür. Ayın əvvəlində böyük planlar quracaqsan. Gəlirini artırmaq istəyi güclənəcək. Liderlik etdiyin işlər qazanc gətirə bilər. Pul xərcləməyə meyl artacaq. Lüks alış-veriş istəyi yarana bilər. Ayın ortasında gəlir artımı mümkündür. Ancaq xərcləri nəzarətdə saxlamaq lazımdır. Riskli sərmayələrdən uzaq dur. Pul mövzusunda tələskənlik zərər verə bilər. Ayın ikinci yarısı daha balanslı olacaq. Əmək haqqı və ya bonus gündəmə gələ bilər. Qazanc səni motivasiya edəcək. Maliyyə gücün artacaq. Planlı davranış uğur gətirəcək. Dostlarla pul mövzusu diqqət tələb edir. Ayın sonunda özünü daha güclü hiss edəcəksən. Pul enerjin yüksələcək. Qazandıqlarını qorumağı öyrənəcəksən. Mart ayı maliyyə baxımından sənə dərs olacaq. Qız. Mart ayı qız bürcü üçün maliyyə baxımından plan və hesab ayıdır. Ayın əvvəlində xərcləri analiz edəcəksən. Pulunu daha ağıllı istifadə edəcəksən. Kiçik qazanc imkanları ortaya çıxacaq. Əmək verdiyin işlər diqqət çəkəcək. Ayın ortasında əlavə gəlir ehtimalı var detallara diqqətin qazanc gətirəcək. Risklərdən uzaq durmaq sənə xas olacaq. Borcları azaltmaq üçün fürsət yaranacaq. Maliyyə intizamın güclənəcək. Ayın ikinci yarısı daha rahat keçəcək. Gəlir və xərclər tarazlaşacaq. Pul mövzusu stres yaratmayacaq. Yığım etmək üçün uyğun zamandır. İşlə bağlı maliyyə mükafatı ala bilərsən. Pulunu lazımsız yerə xərcləməyəcəksən. Ayın sonunda maddi güvən hissi artacaq. Özünlə qürur duyacaqsan. Planların nəticə verəcək. Mart maliyyə baxımından uğurlu olacaq. Tərəzi. Mart ayı tərəzi üçün maliyyə baxımından qərar ayıdır. Ayın əvvəlində pul mövzusu gündəmdə olacaq. Gəlir və xərclər arasında balans axtaracaqsan. Ortalıq işlərdən qazanc mümkündür. Ayın ortasında maliyyə təklifi ala bilərsən. Qərar verməkdə tərəddüd yaşana bilər. Riskləri yaxşı ölçmək vacibdir. Pul mövzusunda məsləhət almaq faydalı olacaq. Ayın ikinci yarısı daha aydın olacaq. Gəlir artımı hiss edilə bilər. Əməkdaşlıqdan qazanc gələcək. Lazımsız xərclərdən uzaq durmalısan. Pul enerjin yavaş-yavaş yüksələcək. Maliyyə planı qurmaq rahatlıq verəcək. Borc məsələləri həll oluna bilər. Ayın sonunda balans formalaşacaq. Maddi stres azalacaq. Qazanc səni sevindirəcək. Pul mövzusu öz axarına düşəcək. Mart maliyyə dərsi verəcək. Əqrəb. Mart ayı Əqrəb üçün maliyyə baxımından güclü dəyişikliklər gətirir. Ayın əvvəlində gizli xərclər ortaya çıxa bilər. Pul mövzusunda daha diqqətli olacaqsan. Gəlirini artırmaq üçün planlar quracaqsan. Ayın ortasında böyük maliyyə qərarı verilə bilər. Riskli addımlar cazibədar görünəcək. Ancaq ehtiyatlı olmaq vacibdir. Gözlənilməz qazanc ehtimalı var, bu pul səni rahatladacaq. Ayın ikinci yarısı maliyyə baxımından güclənəcəksən. Əmək qarşılığını tam alacaqsan. Pul enerjin yüksələcək. Borcları bağlamaq üçün fürsət yaranacaq. Maliyyə nəzarəti sənin əlində olacaq. Gələcək üçün planlar quracaqsan. Pul mövzusu səni motivasiya edəcək. Ayın sonunda maddi güc hiss ediləcək. Özünə inam artacaq.
Qazanc səni sevindirəcək. Mart maliyyə baxımından dönüş nöqtəsi olacaq. Oxatan. Mart ayı oxatan üçün maliyyə baxımından hərəkətli və şanslıdır. Ayın əvvəlində yeni qazanc yolları görünəcək. Pul mövzusunda optimist olacaqsan. Uzaq planlar gəlir gətirə bilər. Ayın ortasında ani pul girişi mümkündür. Bu fürsəti düzgün dəyərləndirmək lazımdır. Risk almaq istəyi artacaq. Ancaq ölçülü davranmaq vacibdir. Xərclər arta bilər. Planlı olmaq səni qoruyacaq. Ayın ikinci yarısı daha stabil olacaq. Gəlir artımı hiss ediləcək. Əməkdaşlıqdan qazanc mümkündür. Pul mövzusu motivasiya verəcək. Borc məsələləri həll oluna bilər. Ayın sonunda maddi rahatlıq yaranacaq. Gələcək üçün ümid artacaq. Pul enerjin yüksələcək. Qazanc səni sevindirəcək. Mart maliyyə baxımından şanslı ay olacaq. Oğlaq. Mart ayı oğlaq üçün maliyyə baxımından ciddi və məhsuldar olacaq. Ayın əvvəlində işlə bağlı gəlir artımı görünür. Pul mövzusunda məsuliyyətli davranacaqsan. Əmək verdiyin sahədə nəticə alacaqsan. Ayın ortasında maliyyə sabitliyi möhkəmlənəcək. Qənaət etmə bacarığın artacaq. Gəlir və xərclər balansda olacaq. Riskli addımlardan uzaq duracaqsan. Bu səni qoruyacaq. Ayın ikinci yarısı daha rahat keçəcək. Bonus və ya əlavə gəlir mümkündür. Maliyyə planların işləyəcək. Pul mövzusu stres yaratmayacaq. Borclar azalacaq. Gələcək üçün yığım artacaq. Ayın sonunda özünü güvənli hiss edəcəksən. Maddi baxımdan möhkəmlənəcəksən. Əziyyətinin bəhrəsini görəcəksən. Pul enerjin stabil olacaq. Mart maliyyə baxımından uğurlu keçəcək. Dolça. Mart ayı dolça üçün maliyyə baxımından qeyri-adi fürsətlər gətirir. Ayın əvvəlində gözlənilməz xərclər çıxa bilər. Pul mövzusunda çevik olmalısan. Yeni ideyalar qazanc gətirə bilər. Ayın ortasında əlavə gəlir qapısı açılacaq. Texnoloji və yaradıcı işlər pul verə bilər. Risk almaq istəyi artacaq. Ancaq ölçülü davranmaq vacibdir. Ayın ikinci yarısı daha aydın olacaq. Gəlir artımı hiss ediləcək. Pul mövzusu motivasiya edəcək. Dostlarla maliyyə məsələləri diqqət tələb edir. Xərcləri nəzarətdə saxlamaq lazımdır. Gələcək üçün planlar formalaşacaq. Ayın sonunda maddi rahatlıq hiss ediləcək. Qazanc səni sevindirəcək. Pul enerjin yüksələcək. Öz yolunu tapacaqsan. Maliyyə baxımından güclənəcəksən. Mart sənə yeni baxış verəcək. Balıqlar. Mart ayı balıqlar üçün maliyyə baxımından həssas, amma ümidlidir. Ayın əvvəlində xərclər emosional ola bilər. Pul mövzusunda diqqətli olmaq lazımdır. Gəlir yavaş-yavaş artacaq. Ayın ortasında gözlənilməz qazanc mümkündür. Bu səni ruhlandıracaq. Pul mövzusunda intuisiya güclü olacaq. Riskli qərarlardan uzaq durmalısan. Ayın ikinci yarısı daha stabil keçəcək. Əmək qarşılığını almağa başlayacaqsan. Maliyyə planı rahatlıq verəcək. Borcları azaltmaq mümkündür. Gəlir və xərclər balanslaşacaq. Pul mövzusu qorxu yaratmayacaq. Yığım etmək ideyası yaranacaq. Ayın sonunda maddi güvən hiss ediləcək. Özünə inam artacaq. Qazanc səni sevindirəcək. Pul enerjin sakit, amma güclü olacaq. Mart maliyyə baxımından səni toparlayacaq.